Salam uşaqlar, bugün testləri paylaşıram sizinlə. IQ cədvəlinin testləridir. Bilirəm ki, bu testləri sevdiniz və mən bu testi tam paylaşa bilmədim. Yəni bilirsiniz ki, səhədimdə olan problemlərinə mən yarımçıq qoydum. İnşallah da bundan sonra çalışarım, heç olmasa 1-2 video sizin üçün çəkim. Çünki bilirəm ki, həmi çox sevdiniz bu testləri. Yəni fərqi yoxdur. Hansı sinifdəsiniz, 1-ci sinifdəsiniz, 10-cu, 11-ci sinifdə hamısı burada hər bir testi izahını verirəm, qaydalarını deyirəm və bununla siz belə deyək də bazanızı yığa biləsiniz və belə 3-cü və 2-ci sinifə də aid olan testləri də almışam. İnşallah bunları da başlayacağım sizinlə paylaşmağa, heç olmasa tətilimiz bax bu şəkildə keçsin. Çalışaram, həqiqətən də çalışaram gündə heç olmasa 1-2 video sizin üçün çəkim. Bu kitabı da yarımçıq belə deyək də qoymuşam və indi bilirsiniz ki, heç bir kitab məndə yarımçıq qalmır deyə A-dan Z-yə qədər paylaşıram. 49-u axırıncı testimiz paylaşdım və bugün 50-ci testi bunu da paylaşaram sizinlə. Yəni bir də deyirəm uşaqlar, hansı sinif olduğunuza yəni fərqi yoxdur. 1-ci sinifsiniz, 2-ci, nə bilim 9, 11, yəni bilirsiniz ki, qrammatika eynidir və burada mən hər bir sualı sizə asan şəkildə izah edirəm və qaydaları təkrar edirik də belə deyək. Gəlin birinci suala baxaq. Так, укажите слово, в котором 5 звуков и 4 буквы. Uşaqlar, baxın, deyir ki, hansı sözdə 5 səs və 4 hərf var. Tak, gəlin baxaq. Sol. Bizdə 4 hərfimiz varsa və məxki znak səs kimi yoxdursa, deməli 4 hərfimiz və 3 səsimiz var. Kompot sözündə görürsünüz ki, 6 hərf var və 6 səs var. Yəni, fərq eləmədi. Yəsli sözündə fikir verək. 4 hərfimiz var. Neçə səs olacaq burada uşaqlar? 1, 2, 3, 4. Belə hesablayanda 4 hərf, 4 səs. Yox. Biz bilirik ki, bizim 4 hərfimiz var ki, hansı ki 2 səs verə bilər. Düzdürmü? Gəlin baxaq qaydaya. Hansı hərflərdir? Ya, yo, yu və ye. Düzdürmü? Məsələn, ya 2 səs verir, ikratkaya və a, yo ikratkaya və o, yu ikratki və o, ye ikratki və a. Yəni, ikratka burada nə sayılır? Burada belə deyək də, samit səsidir. Və 2 səs nə vaxt verir? Ya, yo, yu və ye 2 səs verir nə vaxt? Sözün əvvəlində olanda. Buradakı kimi. Sözün əvvəlində olanda 2 səs verir. Düzdürmü? Posleglasne. Posleglasne nə deməkdir? Yəni, məsələn, ya hərfi, ya da yu, ya ye, yu, məsələn, sayt səsindən sonra gedirsə. После мягкого и твердого знака. Tвердый və məhki znakdan sonra gedirsə, bu hərflər 2 səs verir. İndi bir səs nə vaxt verir bu hərflər? Görürsünüzmü? Ya amma A kimi, yo O kimi, yu U kimi, ye E kimi. Nə vaxt bir səs verir? Ancaq samitin yanında olanda ya da arasında olanda 2 səs verir. Bir səs verir, üzr istəyirəm. Samitin yanında bir səs verir. İndi gəlin baxaq. Yəsli sözündə ya ilə başlayır. Əvvəlindəsə əlbəttə ki, bu 2 səs verəcək. Düzdürmü? Yə səsi verir hansı? İkratka və a. Düzdürmü? Deməli, neçə səs olacaq uşaqlar? 4 hərf buradan, düzdürmü? Və ikratkaya və a-nı biz ya yerinə ikisini hesablayırıq. Nə qədər olacaq? 1, 2, 3, 4, 5. Deməli, 4 hərf və 5 səs oldu. Deməli, укажите слово, в котором 5 звуков
и 4 bukvы. Deməli, yasli sözündə bax bu şəkildə biz B variantını seçirik. Çünki səs çoxdur. Bu şəkildə deməli hesablayırsınız uşaqlar. Так, дальше. Какая из гласных букв стоит последняя в алфавите? Alifbada hansı hərf ən axırıncıdır deyir ki. Hansıdır? Əlbəttə ki, biz bildiyimiz ya hərfi. Bunu da yadınızda saxlayın. Так, последняя у нас буква Я. Слово, в котором букв больше, чем звуков. Hansı sözdə hərf çoxdur deyir. Hərf çoxdur, больше çoxdur, чем звуков. Deməli, hərf çox olmalıdır, səs az olmalıdır. Gəlin baxaq. 1, 2, 3, 4, 5. 5 hərfimiz var. Amma səsdə bizdə məxki znak səs vermir. Düzdürmü? Və biz demişik ki, ya hərfi məxki znak və tverdi znakın yanında 2 səs verir. Düzdürmü? Deməli, biz nə edirik? Deməli, məxki znak buradan düşür və buradakı ya hərfi nə edir? Tutur da bunun yerin və olur 5 və 5. Дальше, bukvari. 1, 2, 3, 4, 5, 6, 7. 7 hərfdirsə və məxki znakda səsdə bukvari deyiriksə, məxki znak səs vermir. Düzdürmü? Ya tverdi znak, ya məxki znak səs vermir. Ona görə də 7 və 6. И корзина. 1, 2, 3, 4, 5, 6, 7. 7 hərfimiz varsa və 7 də səsimiz var. Fərq eləmədi. Deməli, bizdə hərf çox olan və səs az olan bukvari sözüdür. В каком слове букв больше, чем звука? Burada da eyni. Hərf çox olmalıdır səsə baxanda. Yaqada sözünə fikir verək. Yaqada 5 hərf olarsa və əlbəttə ki, bizdə ya hərfi əvvəldən gəlir. Ya, yo, yu və ye. Bu 4 hərfi yadınızda saxlayın. Tak. Ki, bu 2 səs verir sözün əvvəlində olanda. Deməli, burada onda 6 səs olacaq. Abrikos sözündə 1, 2, 3, 4, 5, 6, 7. Burada heç nə dəyişmir, necə varsa elədə. Medved sözündə 1, 2, 3, 4, 5, 6, 7. 7-dirsə, 7 hərfimiz varsa, məxki znakda düşür, olur. Deməli, 6. Gəlin baxaq. Bizdə bukv больше, hərf çoxdur, səsə baxanda. Deməli, medveddir. Дальше. Выберите слово, в котором 5 согласных букв. 5 самит var deyir. 1, 2, 3, 4. Burada уже 4. Bu уже getdi, lazım deyil. 1, 2, 3. Bu da düz gəlmədi. 1, 2, 3, 4, 5. Deməli, skvaret sözündə bizdə 5 samit var. В каком слове звуков больше, чем букв? Səs çoxdur indi hərfə baxanda. Yula sözündə 3, yu ilə başlayır, deməli 2 səs və 4 səs verəcək. Pil 4, no məxki znak səs vermir, deməli 4 və 3. Və vetirdə bizdə 5 və 5. Zvukov больше deyiriksə, əlbəttə ki biz deməli yula sözünü götürürük. Reç состоит из. Nitq nədən ibarətdir? Əlbəttə ki, cümlələrdən. Из предложений. Так, подчеркни буквы, которые обозначают твердые согласные. Tвердые согласные qalın samitlər. Altın xətt deməliyik biz. Biz də bilirik ki, bizim elə saytlarımız var ki, samitləri ya qalınlaşdırır, ya da neynir? İncəldir. Gəlin baxaq, hansıdır? Bizə tverdi lazımdırsa, biz bilirik ki, A, O, U, I və E, uşaqlar, bunlar bizim samitləri qalınlaşdıran saytlardır. Amma yadımızda da saxlayırıq ki, J, Ş və C həmişə qalın olur. Həmişə qalın. Bunu yadınızda saxlayın. Amma bizim samiti incə
edən hansı saytlardır? Y, yo, i, yu, ya və mərkəzlər. Bunları yadınızda saxlayırsınız. Amma yadınızda da saxlamaq lazımdır ki, i kratkaya ç və ş həmişə incə olur. Yəni, məsələn, biz tutaq ki, deyək ki, çay sözü də, çay. Görürsünüzmü? Ç'dan sonra biz demişik ki, a bizdə qalınlaşdırır. Düzdürmü? Qalınlaşdırır deyirik samitimizi. Amma ç özü-özüylə həmişə incədir. Başa düşdünüzmü? İ kratkaya da burada incədir. Bax, bu şəkildə işləyirsiniz. Gəlin, indi baxaq. Qalubka sözündə görürsünüzmü? O var, u var və a var. Bunlar nə edirlər? Q əlbəttə ki, qalınlaşdı onun yanında. L onun yanında qalınlaşdı. B samitin yanındadır. Qalındı ikisi də. Dəlşi V qalındı. Çünki samitlərdə də. Sonra o, onun yanında P var. Əlbəttə ki, bu da qalındı. R və X qalındı. Çünki yan-yanadır samitlər. Ondan sonra U, N-nı bizdə qalınlaşdırır. A-nı da, deməli, A da L-nı qalınlaşdırır. Düzdürmü? Dəlşi, ulitela. L-nı, L-dan sonra hansıdır? Bizdə Y-dir. Y də nə edir? İncəldir. Deməli, bizə bu lazım deyil. Bu incədir. Burada da Y nə edir? T-nı incəldir. A, L-nı qalınlaşdırır. Deməli, bircə biz buradan L-nı götürürük. Bax, bu şəkildə işləməlisiniz, uşaqlar. Так. 9. Найди слово, близкое по смыслу слова щедрый. Bax, щедрый sözü səxavətli deməkdir. Və biz ona yaxın mənalı bir söz seçməliyik. Silni, güclü, жаркий, isti, добрый da mehriban deməkdir. Щедрый və добрый deyə bilərikmi? Bəli. Mərhəmətli, mehriban deyə bilərik, düzdürmü? Мы пишем и видим. Biz yazırıq və görürük. Nəyi? Əlbəttə ki, hərfləri. Bukvı. Belə uşaqlar, sağ olun, görüşərik.